Merhaba, xeyir olsun. Biz bugün 8-ci coğrafya kitabının Azərbaycanda coğrafya elminin inkişafının üstünlüğünə baxacağıq. Dərsə keçmədən öncə bizə belə kiçik mətn verib, mətni oxuyaq və təhlil edək. Azərbaycan füsunkar təbiəti, zəngin təbiət ehtiyatları ilə həmişə diqqət cəlb etmişdir. Bu ehtiyatlar uzun illər ərzində coğrafiyacı alimlər tərəfindən öyrənilmiş, onlardan istifadə yolları müəyyən edilmişdir. Ölkənin təbii şəraiti və sərvətlə öyrənilməsi prosesi davam edir və onlardan istifadəsi genişlənir. Mətn oxuduq isə gəl mətni daha yaxından təhlil edək. Azərbaycan təbiəti dediyi necədir? Füsunkar təbiəti var, sonra zəngin təbiət ehtiyatları var və həmişə diqqət mərkəzində olmuşdur. Bu ehtiyatlar uzun illər ərzində coğrafiyaçı alimlər tərəfindən öyrənilmiş və onlardan istifadə yolları müəyyən edilmişdir. Deyək ki, təbii ehtiyatları müəyyən məqsədlər üçün istifadə edirik və bu istifadə zamanında müəyyən istifadə yolları ön plana çıxır. Daha sonra ölkənin təbii şərait və sərvətlə öyrənilməsi prosesi davam edib, onların istifadəsi genişlənir. Bugünkü günümüzdə belə təbii ehtiyatlardan necə istifadə edilməsi, necə səmərəli istifadə edilməsi yolları axtarılır. Bunun nəticəsində də coğrafya elmi töhfələr verilir və coğrafya elmi genişlənir. İndi isə gəlin tədqiqat suallarına baxaq. Lakin biz tədqiqat suallarını mövzunun sonunda cavablandıracağıq. Birinci sualımızda deyir ki, Azərbaycanda coğrafiyanın hansı sahələri inkişaf etmişdir? Bu birinci sualımız. İkinci sualımız deyir ki, Azərbaycanda coğrafiyanın inkişafı rolu olan hansı alimləri tanıyırsınız? Onların xidmətləri nədən ibarət olmuşdur? Daha sonra müasir dövrdə, üçüncü sualda deyir ki, müasir dövrdə Azərbaycanda coğrafiya inkişafında hansı dəyişikliklər baş vermişdir? Bu bizim üçüncü sualımız. Biz bu sualları cavablarını mövzu daxilində tapacağıq. İndi isə gəlin mövzuya keçək. Mövzuya keçmədən öncə bizə belə bir açar sözlər verilib. Azərbaycan alimləri və Azərbaycan səyyahları kimi açar sözlər verilib. Bu açar sözləri biz dərsin daxilində görəcəyik. İndi isə mətnə baxaq. Azərbaycan alimləri coğrafiya elmi inkişafında mühüm töhfələr vermişdir. Nəsrəddin Tusi 1259-cu ildə Mağara şəhərində qurduğu rəsədxana astronomik hesablar aparmış, yerin fırlanması və ölçüləri müəyyən etmiş və coğrafi məntəqələri və koordinatları müəyyən etmişdir. Dedik, Nəsrəddin Tusi neçənci illərdə fəaliyyətdə olub? 1259-cu ildə Mağara şəhərində nə etmişdir? Rəsədxana qurmuşdur və astronomik hesablamalar aparmışdır. Daha sonra yer fırlanması, ölçülərini müəyyən etmiş və coğrafi məntəqələrin koordinatlarını müəyyən etmişdir. Dedik ki, neynədir? Mağara rəsədxanası qurmuşdur. Daha sonra astronomik hesablamalar aparmışdır. Yerin fırlanması və ölçüləri müəyyən etmiş və coğrafi məntəqələrin koordinatlarını vermişdir. Bu oldu Nəsrəddin Tusinin fəaliyyəti haqqında məlumatımız. Daha sonra davam edək. Məşhur coğrafiyaçı Əbdülrəşid Bakovi 14 və 15-ci əsrlərdə yaşamışdır. Onun bizə gəlib çatan yeganə kitabı Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri kitabıdır, yəni əsəridir. Paris Milli Kitabxanasında saxlanılır. Dedik ki, məşhur coğrafiyaçı kim olub? Yəni Əbdülrəşid Bakovi 14-15-ci əsrlərdə yaşamışdır. Ona bizə gəlib çatan yeganə kitabı isə Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələridir. Harada saxlanılır? Paris Milli Kitabxanasında saxlanılır. Daha sonra 19-cu əsrin əvvəllərində başlayıb Azərbaycanda elmin ayrı-ayrı sahələrində, o cümlədən təbiətşünaslıq inkişaf etmişdir. Bu dövrdə əhalinin şəhərlərin təbii şəraiti və təbii ehtiyatlarının öyrənməsi başlanmışdır. 19-cu əsrdən nə baş vermişdir? Artıq Azərbaycanda şəhərləşmə baş vermişdir. İnsanların təbii ehtiyatları durmadan, təbii və istəklər durmadan artırdı. Bu nəticəsində də təbiət öyrənməsi baş vermişdir. Daha sonra 19-cu əsrdə yaşayan Hacı Zeynalabdin Şirvani, Azərbaycan məşhur tarixi simalarından biri, səyyah və coğrafiyaşünasdır. O ömrünün 40 ilini səyahətdə keçirmiş və bu dövrdə 60.000 kilometr yol qət etmişdir. Şirvani Mərkəzi Asiyada, Hindistanda, İndoneziyada, daha sonra Ərəbistanda və Şimali Afrikada olmuşdur. Səyyahın gəzdiyi ərazilər haqqında bir neçə əsərlər də yazmışdır. Gəlin Hacı Zeynalabdin Şirvani daha yaxından tanıyaq. Dedik ki, Hacı Zeynalabdin Şirvani Azərbaycan məşhur tarixi simalarından biri olmuşdur. O ömrünün 40 ilini, baxın bu sözləri yadda saxlayın, ömrünün 40 ilini səyahətdə keçirmiş, 60.000 kilometr yol gəzmişdir. Daha sonra tədqiq elədiyi ərazilər Mərkəzi Asiyada, daha sonra Hindistanda, İndoneziyada, Ərəbistanda və Şimali Afrikada olmuşdur. Həmçinin bir neçə kitablarında müəllifidir, bir neçə əsərlər müəllifidir. Daha sonra baxaq, 19-cu əsrdə Ağabakıxanov Azərbaycan tarixi, ictimai, iqtisadi inkişafı haqqında, Gülüstəmi İrəm, Xristofor Kolumbun Amerikanın kəşf etməsi haqqında, qəribə kəşflər, kainatın heliosentrik sistemi haqqında, kainatın sirləri əsərlər yazmışdı. Gəlin
Abbasqulu Bakıxanov haqqında daha yaxından tanıyaq. Dedik ki, neçənci əsrlərdə fəaliyyətdə olub, 19-cu əsrdə. Dedik ki, o tarixi, ictimai, iqtisadi haqqında, yəni tarixi əsər haqqında, yəni Gülüstan-ı İrəm əsəri yazmışdı. Sonra Xristofor Kolumbun Amerika kəşf etməsi haqqında qəribə kəşflər, daha sonra kainatın heliosentrik sistemi haqqında kainatın sirləri əsərlərini qeyd eləmişdi. Hansı əsərlər oldu? Gülüstan-ı İrəm tarixi əsər, daha sonra Amerikan kəşfi haqqında qəribə kəşflər və heliosentrik nəzəriyyə haqqında isə kainatın sirləri haqqında əsərlər yazmışdı. Daha sonra baxaq, Azərbaycan təbiəti haqqında Həsən bəy Zərdabinin əsərlər də zəngin məlumatlar vardır. Yəni dedik ki, Azərbaycan təbiəti haqqında da Həsən bəy Zərdabi geniş məlumatlar vermişdi. Onun Əkinçi qəzeti bilirik ki, çox məşhurdur. Daha sonra Qafur Rəşad Mirzəzadə haqqında gələn məlumat alaq. Qafur Rəşad Mirzəzadə 20-ci əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir. Görək hansı kitabları yazır. Qafqaz coğrafiyası, ümumi coğrafiya kimi kitabları yazmışdır. Yəni dedik ki, Qafur Rəşad Mirzəzadə 20-ci əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitab müəllifidir. O Qafqaz coğrafiyası, ümumi coğrafiya kimi kitablar müəllifidir. 1921-ci ildə isə Məhəmməd Həsən Vəliyevin və yaxud da Baharlının, siz testlərdə Baharlı olaraq görəcəksiniz. Yəni Məhəmməd Həsən Baharlı kimi yadda saxlasa daha yaxşıdır. O məşhur Azərbaycan kitabı nəşr edilsə də uzun illər istifadə edilməsi yasaq olunmuşdu. Yəni dedik ki, Baharlı nə eləmişdi? 1921-ci ildə fəaliyyətdə olmuşdu. Həmçinin Azərbaycan adlı kitab nəşr etmişdi. Lakin bu kitab uzun illər istifadəsi yasaq olmuşdu. Bu oldu bizim Baharlı haqqında məlumatımız. Daha sonra ölkəmizin coğrafiya elmi formalaşması 20-ci əsrin 30-cu illərindən başlansa da 50-60-cı illərdən sonra sürətlə inkişaf etmişdi. Bu dövrdə ölkənin fiziki və iqtisadi coğrafiyası geniş şəkildə öyrənilmiş və kitablar yazılmış, çox saylı xəritələr hazırlanmışdı. Azərbaycan relyefi, baxın, Budaqov və Müseyibov, iqlimi Ənvər Şıxlinski və Ələbbas Mədədzadə çayları Salih Rüstəmov tərəfindən öyrənilmişdi. Xəzər dənizini uzun müddət Qasımgül, daha sonra Azərbaycan torpaq örtüyünü Həsən Əliyev, Məhəmmədin Salayev torpaq örtüyünü öyrənmişdi. Daha sonra dedik ki, iqtisadi coğrafiyanı Haddi Əliyev, Əbdürrəhim Hacızadə, Asif Nadirov tətbiq etmişdi. Müasir dövrdə iqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, turizm coğrafiyası, siyasi coğrafiya, əhali coğrafiyası, ekoloji coğrafiya sahələri tədqiqatlar genişlənir. Coğrafiya elmi inkişafı, onun əldə etdiyi nəticələr ölkənin təsərrüfat ərazisinin təşkilində əhəmiyyətli rol oynamışdır. Sumqayıtda, Mingəçevirdə, sonra Şirvanda, Daşkəsən kimi şəhərlərdə sənaye obyektləri yaradılması zamanı coğrafiya elmi toplandığı məlumatlardan istifadə edilmişdir. Gəlin mətni daha yaxından təhlil edək, çünki burada məlumat daha çoxdur. Deyək ki, ölkəmizdə coğrafiya elmi formalaşması 20-ci əsr 30-cu illərdə başlansa da, lakin 50-60-cı illərdə daha sürətlə inkişaf etmişdi. Bu dövrdə deyək ki, həm fiziki, həm də iqtisadi coğrafiya geniş şəkildə öyrənilmiş və kitablar yazılmışdı. Azərbaycan relyefi dedik ki, Budaqov, sonra Müseyibov, sonra iqlimi Ənvər Şıxlinski, Ələbbas Mədədzadə, baxın, Ənvər Şıxlinski, Ələbbas Mədədzadə çayları Salih Rüstəmov tərəfindən öyrənilmişdir. Xəzər dənizi uzun müddət Qasımgül öyrənilmişdir. Daha sonra torpaq örtüyünü Həsən Əliyev, Məhəmmədin Salayev öyrənmiş. Yəni torpaq örtüyü kimi öyrəndi Həsən Əliyev və Məhəmmədin Salayev. İqtisadi coğrafiyası Haddi Əliyev və Əbdürrəhim Hacızadə, Asif Nadirov tədqiq etmişdir. Dediyim, müasir dövrdə bu tədqiqat sahələrlə yanaşı yeni sahələr də meydana çıxdı, yəni Azərbaycanda. Bunlar hansılar idi? İqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, turizm coğrafiyası, siyasi coğrafiya, əhali coğrafiyası, ekoloji coğrafiya sahələrində tədqiqatlar genişləndi. Yəni bu sahələrdə artırmaqda. Sonra dedik ki, coğrafiya elmi inkişafı və onun əldə etdiyi nəticələr ölkənin təsərrüfat ərazi təşkilində əhəmiyyətli rol oynamışdır. Dedik ki, bu dövrdə Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən kimi şəhərlərdə sənaye obyektləri yaradılması zamanı coğrafiya elminin toplandığı məlumatlardan istifadə edilmişdir. Hazırda ölkənin regionun inkişaf etməsi üçün dövlət proqramları yerinə yetirilir. Bu zaman regionun inkişaf və təsərrüfat obyektləri yaradılması üçün coğrafiya elminin
elmin toplandığı məlumatlardan istifadə edilməsi zəruridir. Bu da ölkənin paytaxt Bakı ilə yanaşı regionların əhalinin həyat səviyyəsinin yüksəlməsi, təsərrüfatın inkişafına nail olmaq olar. Baxın, burada da nümunələr verib. Mişli şəkər zavodu və Qəbələ konserv zavodları haqqında da yer şəkilləri verilib. Daha sonra mövzunun başında burada da Hacıqabul sənaye məhəlləsi var. Yəni dedik ki, Bakıdan başqa da digər regionlarımızda da dövlət proqramı çərçivəsində inkişaflar gedir. Bu da hansı elmi vasitəsilə həyata keçirilir? Coğrafiya elmi vasitəsilə. Daha sonra tədqiqat suallarına baxaq. Tədqiqat suallarını dedik ki, dərsin axırında cavablandıracaqdır. Birinci sualımızda deyir ki, Azərbaycanda coğrafiya hansı sahələr inkişaf etmişdir? Azərbaycan coğrafiyanın həm fiziki, həm də iqtisadi sahələr inkişaf etmişdir. Dedik ki, bu dövrlərdə, yəni ilkin dövrlərdə Azərbaycanda fiziki coğrafiyanın relyefi, torpaq örtüyü, çayları öyrənilirdisə, iqtisadi coğrafiyadan isə iqtisadi coğrafiya anlayışı, ərazi yerləşdirməsi, səmərə planlaşdırma kimi mühüm məlumatlar əldə edilmişdir və müasir dövrümüzdə də dərsdə qeyd olunduğu kimi ekoloji coğrafiya, sonra iqlimşünaslıq, daha sonra rekreasiya coğrafiyası və sənaye coğrafiyası kimi mühüm sahələrdə tədqiq olunmağa başlanmışdır. İkinci suala baxaq. Azərbaycanda coğrafiyanın inkişafında rolu olan hansı alimlər tanınmışdır? Onların xidməti nədən ibarət olmuşdur? Baxın, Nəsrəddin Tusi, Abbaslı Ağa Bakıxanov, sonra Həsən bəy Zərdabi, sonra baxın burada verilmişdir. Qafur Rəşad Mirzəzadə, sonra Məhəmməd Həsən Baharlı, sonra Budaq Müseyibov, Ənvər Şıxlinski, Ələ Abbas Mədədzadə, Salih Rüstəmov, Qasım Gül, Məhəmmədin Salayev, Həsən Əliyev, daha sonra Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asif Nadirov tətbiq etmişdir. Yəni bu alimlərin rolu mühüm olmuşdur Azərbaycan coğrafiyasında. Daha sonra müasir dövrdə Azərbaycan coğrafiya inkişafında hansı dəyişikliklər baş vermişdir? Müasir dövrdə dedik ki, baxın, burada elə 10 cavab var. Baxın, burada qeyd olunub. Müasir dövrdə iqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, turizm coğrafiyası, siyasi coğrafiya, əhali coğrafiyası, ekoloji coğrafiya sahələr tədqiqatlar daha da genişləndi. Yəni artıq coğrafiyanın digər sahələrdə öyrənilməyə başlanıldı. Bu oldu bizim tədqiqat suallarının cavabı. İndi isə gəlin mövzu ilə bağlı suallara baxaq. Burada birinci sualda deyir ki, Azərbaycanda coğrafiyanın hansı sahələrə inkişafı daha çox diqqət yetirildi, nə üçün? Baxaq. Burada ölkəmizdə coğrafiya elmi formalaşması, baxın, budur cavabı. 20-ci əsrin 30-cu illərdə başlansa da, 50-60-cı illərdən sonra sürətlə inkişaf etmişdir. Bu dövrdə ölkənin fiziki və iqtisadi coğrafiyada geniş şəkildə öyrənilmişdir. Yəni burada siz oxuyarsınız. Yəni Budaq haqqında, Müseyib haqqında, Ənvər Şıxlinski, Əli Abbaszadə və digər alimlər haqqında məlumatı oxuyarsınız. Yəni bu sualın cavabı baxın bu hissədə yerləşəcək. Baxın bu hissədə yerləşəcək təxminən. Daha sonra baxaq, digər suala baxaq ki, nə üçün Azərbaycanda coğrafiya elmi 20-ci əsrdən başlanmışdır? Gəlin baxaq, niyə 20-ci əsrdən başlanmışdır? Artıq 19-cu əsrdə Azərbaycanda müəyyən səyyahlar ön plana çıxmışdır. Bunlardan biri Hacı Zeynalabdin Şirvani idi. Və 20-ci əsrdən başlayaraq Azərbaycanda coğrafiya elmi sürətləndi. Çünki artıq coğrafi biliklər daha dərinləşdi və genişləndi. Bu nəticəsində 20-ci əsrdən başlayaraq Azərbaycanda coğrafiya elmi sürətlə inkişaf etdi. Baxın, məsələn, Qafur Rəşad Mirzəzadəni biz bura misal çəkə bilərik. Sonra Həsən bəy Zərdabini, Abbaslı Ağa Bakıxanovu biz bura qeyd edə bilərik. Məsələn, Abbaslı Ağa Bakıxanovun əsərlərini qeyd edək. Burada biz onlardan deyə bilərik ki, Kainatın sirləri, daha sonra qəribə kəşflər, daha sonra Gülüstəm İrəm əsərini biz bura misal çəkə bilərik. Həmçinin Qafur Rəşad Mirzəzadəni də Qafqaz coğrafiyası və ümumi coğrafiyanı da biz bura misal çəkə bilərik. Bizim oldu suallarımızın cavabı. Daha sonra bu tapşırığı yerinə yetirir. Abbaslı Ağa Bakıxanov əsərlərini uyğunlaşdırmamızı istəyir. Qəribə kəşflər demişdik ki, Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında idi. 1-ə B olacaq. 2. Kainatın sirləri demişdik ki, heliosentrik nəzəriyyə haqqında yazılmış bir əsər idi. 2-yə C.
Gülüstan İrəm Azərbaycan ictimai-iqtisadi inkişaf tarixi haqqında idi. 3 oldu A. Daha sonra mətni tamamlayın. Burada hidrologiya Rüstəmov tərəfindən, daha sonra gəlin kitabda elə bunun cavablarına baxaq. Orada daha yaxından tanış olaq, həmçinin təkrar edək. Baxın, burada dedik ki, relyefi kim tətbiq eləmişdi? Baxın, relyefi, baxın, Budaqov, daha sonra Müseyev tətbiq eləmişdi. Sonra iqlimi Ənvər Şıxlinski, Əli Abbas Mədədzadə, sonra çayları Salih Rüstəmov tərəfindən öyrənmişdi. Xəzər dənizini kim öyrənmişdi? Xəzər dənizini Qasımgül, daha sonra torpaq örtüyünü Həsən Əliyev, daha sonra baxaq, Məhəmmədin Salayev tətbiq eləmişdir. Sonra iqtisadi coğrafiyanı Hadı Əliyev, sonra Əbdürrəhim Hacızadə, Asəf Nadirov tətbiq etmişdir. Müasir dövrdə də dedik ki, elmşünaslıq, şərqşünaslıq, turizm coğrafiyası və digər coğrafiya sahələrdə tətbiq olunmağa başlandı. Yəni bunları əzbər yadda saxlamağımız vacibdir. Bu da oldu bizim cədvəlimizin cavabı. Dərsizlə təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.